Mən sizə bir müəllim olaraq öz təcrübəmdən çıxış edərək, dəyərli gənclər, özünü sevməyin əlamətləri nədir? Nəyi edəcəksiniz ki, özünüzü sevmiş olasınız? Bax, özünüzü sevsəniz, insanlar da sizi sevəcək. Heç kimi dəyişdirə bilməzsiniz. Özünüzü dəyişdirəcəksiniz. Siz özünüzü dəyiştirsəniz, sizə münasibətə dəyişəcək. Müəllimlik təcrübəsindən və oxuduqlarımdan çıxartdığım çoxlu maddələr var. Onları sizə bir-bir saymağa çalışacağım ki, özünü sevməyin əlaməti nədir? Mənə görə özünü sevməyin, bir insanın, bir gəncin özünü sevməyinin, sevməsinin ilk əlaməti təmizkarlıqdır. Təmizkar olacaqsınız. Təmizkarlıq deyəndə də gözəl insanlar, gözəl gənclər iki şeyi nəzərdə tuturam. Biri maddi yönüdür, biri mənəvi yönüdür. Yəni paltarınız qəşəng, səliqəli, bahalı demirəm, təmiz deyirəm. Əliniz, üzünüz, dişiniz, saçınız, paltarınız, geyiminiz qəşəng, təmizkar olacaq. Təmizkarlıq cazibə yaradır, çəkici qılır, sizə maraq yaradır, sizi sevdirir. Sevilmək istəmirsiniz? Baxın, təmizkar ol. Təmizkarlıq sevgi yaradır, çəkir, enerji qaynağıdır. Kirli olanlardan qaçarlar, təmizkara gələrlər. Baxın, insanlar həm də yağışı nəyə görə sevir? Çünki yağış təmizləyir. İkinci də bu yetməz, həm də mənəvi təmizlik. Baxın, qəlbinizi kindən, paxıllıqdan, hiyləgərlikdən, fırıldaqdan, iftiradan uzaq tutacaqsınız. Baxın, ağlınız təmiz olacaq. Ağlı təmizləmənin yolu elm öyrənməkdir. Qəlbiniz təmiz olacaq. Qəlbi təmizləmənin yolu imanlı olmaqdır. Vicdanınız təmiz olacaq. Vicdanın təmiz olması mərhəmətli olmasıdır. Baxın, maddi və mənəvi təmizliyi özünüzə birləşdirsəniz, bu demək ki, siz özünüzə sayğı duyursunuz. Siz özünüzü sevirsiniz. Mən bunu görsəm deyirəm ki, bir təmizkar insan görəndə deyirəm ki, bu insan özünə çox sayğı duyur. Görsən nə gözəl geyinib. Bahalı demirəm, nə gözəl geyinib, nə təmizkardır. Ətri yerində, özü yerində, paltarı yerində, səlqəsi yerində. Aman Allahım. İndiki gənclərin bir çoxunun paltarı yerinə sürünür. Şişədəki bütün zibilləri yığır, aparır. Səliqə yox, səhman yox. Azərbaycanda bir qəşəng söz var, tökülü bitir. Tökülü bitməyəcək, səliqəli olacaq. Səliqəli olmaq, təmizkar olmaq özünə sayğıdır, özünə sevgidir.